Nərimanov metrosuna yaxın Təbriz küçəsində tam yaşayışlı binada 2 otaq studiya, super təmirli, tam əşyalı mənzilimiz satışa çıxdı. İlk öncə sizə mənzilin qonaq otağını göstərim. Təmirdən sonra yaşayış olmayıb, nə əşya, texnika, mebel görürsünüz, hamısı qiymətə daxildir. Qonaq otağının qarşısında eyvanı var. Mənzildə mətbəx qonaq otağının giriş tərəfində yığılıb. Mətbəx mebeldə tam yığılıb, aksesuarlar quraşdırılıb. İkinci eyvanın çıxışı mətbəxdəndir. Burada da kombi aparatı, qaz sayğacı quraşdırılıb, kondisionerlər quraşdırılıb, hazır vəziyyətdədir. Mənzilimizin ümumi sahəsi 61 kvadratdır, 14 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. Əlavə belə dolaplar yığılıb, soyuducu, paltaryan hamısı dolapların içindədir. Mənzilin dəhlizi, giriş qapısının sağ tərəfində də belə asılqanlıq, sol tərəfində güzgülü açarlıq yığılıb, döşəmə qranit mərmər listi döşəmə ilə təchiz olunub. Ümumilikdə olan sanitar qovşaq, bütün aksesuarlar yığılıb. Mənzilin qapıları standartdan hündürdür, 2.80-dir, maşın boyası ilə boyanıbdır. Mənzilin yataq otağının qarşısında da eyvanı var, bu eyvan kiçik eyvandır. Yataq otağında da mebel, texnika hamısı yığılıb, hazır vəziyyətdədir. Əziz izləyicilərimiz, gördüyünüz bu mənzilin sənədi müqavilə qiyməti 238 min manat, tam əşyalı satılır. Kimə maraqlı olsa profildə nömrəmiz var. Buyurub zəng edə bilərsiniz. Sağ olun, bizi izləmədə qalın.